Azərbaycanda 2005-ci ildən etibarən artıq Bologna sisteminə keçidilən bilirik ki, tələbə yönümlü tədrisə keçilmişdir və artıq 2010-cu ildən bir çox tədris müəssisələrimizdə artıq tələbə yönümlü tədrisin müxtəlif metodlarından tətbiqinə başlanmışdır və bunlardan məhz PBL və PJBL, yəni layihə əsaslı tədris və problem əsaslı tədrisə metodlarından istifadə olunaraq auditoriyalarda artıq yeni metod tətbiq olunmağa başlanmışdır. 2024-cü ildən oktyabr ayının 5-dən artıq UNEQ-də layihə əsaslı tədrisin və problem əsaslı tədris metodları ilə dizayn məktəbində tədrisə hazırlıq başlamışdır. Layihə əsaslı öyrənmə nədir dedikdə, layihə əsaslı öyrənmə real həyatdan götürülmüş problemlərin layihə əsasında həllini tapmaqdır. Yəni tələbələrimiz artıq burada birlikdə kollaborasiya edərək birlikdə layihə üzərində işləyirlər. Tələbə mərkəzli bir metoddur. Burada tələbələr tənqidi düşüncələrini inkişaf etdirirlər, yaradıcı düşüncələrini inkişaf etdirirlər və layihələri işləyərkən bir nöqtədən problemi araşdıraraq özləri deməli araşdırma aparırlar və araşdırma nəticəsində problemin həllinə yönəlirlər. Və bu metodun tətbiqi məhz tələbələrin real əmək bazarına hazırlayır. Onlar birlikdə həm yumşaq bacarıqlarını inkişaf etdirirlər, həm belə deyək, sərt bacarıqları ilə deməli birlikdə bir iş yerinə yetirirlər, layihəni bitirirlər və nəticədə layihədən qiymət alırlar. Bu metod ümumiyyətlə tələbələrimizin gələcəkdə real mühitdə bir mütəxəssis kimi professional cəhətdən yetişib işləmələrinə şərait yaradır. Fevral ayından etibarən artıq 11 qrupda bu metodun tətbiqinə başlanmışdır. Tələbələr bu metodun tətbiqi zamanı sonda test imtahanından keçməyəcəklər və layihələrdən aldıqları qiymət əsasında qiymətləndiriləcəklər. Bəli, burada qiymətləndirmə metodu fərqlidir. Artıq onlar fərqli rubriklər üzrə tədris prosesində qiymətləndirilirlər. Nəticədə hər layihə üzrə müəyyən bal verilir onlara və nəticədə yekun balı əldə edilir. İlkin mərhələdə müşahidələrimiz göstərir ki, tələbələr tərəfindən çox sevilir və tələbələr həqiqətən çox aktiv şəkildə metodun tətbiqi zamanı özlərini göstərirlər və belə düşünürük ki, nəticəmiz də uğurlu olacaqdır.